Salam hörmətli izləyicilər. Sizi bir təhlükədən qorumaq istəyirəm. Siz bilirsiniz ki, qırıq xətt olmayanda bu sağdakı avtobus zolağına daxil olmaq olmaz. Burada sağa dönməyə icazə verilir, amma ikinci zolaqdan. Və burada təhlükə ondan ibarətdir ki, sağa dönəndə güzgüyə baxmasaz, sağdan, bax bu dəqiqə motosiklet keçicidir, onu aşırda bilərik. Bundan başqa, bax tələbə edirəm ki, sürəti azalt, güzgüyə bax, dayan, azalt sürəti. Çünki sağdan heç də operativ nəqliyyat vasitəsi olmayan adi maşın düzünə gedir. Və biz dönsəydik, qəza olacaqdı. Nə fərqi var, günah onda olacaqdı. Ustaların yanında vaxt itirən biz olacaqdıq. Bundan başqa ən əsası avtobuslar çox böyük sürətlə avtobus zolağı ilə gedirlər. Və siz Allah eləməmiş, güzgüyə baxmamış, dönəndə bax bu anda avtobus yüksək sürətlə gəlsə, burada sağ qalmaq şansı yoxdur. Mütləq ikinci zolaqdan sağa dönəndə güzgüyə baxın, diqqətli olun ki, həyatınız alt üst olmasın. Diqqətinizə görə çox sağ olun.